Namaz qılan şəxs rükudan qalxan zaman Səmi'allahu limen hamidə duasını oxuyur. Rükudan qalxıb qamətini düzgün etdikdən sonra isə Rabbənə və ləkəl həmd duasını oxuyur. Hər iki duanı oxumaq namazın vaciblərindəndir. Rabbənə və ləkəl həmd duasını oxuduqdan sonra isə elə ayaq üstə Həmdən kəsiran tayyibən mübarəkən fi duasını oxuyur. Rükudan qalxıb ayaq üstə dayanarkən səcdəyə getməmişdən qabaq Rabbənə və ləkəl həmd duasını oxuyur. Sonra isə Həmdən kəsiran tayyibən mübarəkən fi duasını oxuyur. Bu duanı oxumaq isə vacib deyil, amma sünnədir, fəzilətli əməldir. İnsan Rabbənə və ləkəl həmd duasını oxuduqdan sonra bu duanı əlavə etsə, Həmdən kəsiran tayyibən mübarəkən fi əlavə savab, mükafat qazanar. Sonra isə Allahu Əkbər deyir və səcdəyə doğru gedir.